Salam, axşamınız xeyir olsun. Gündən mühüm xəbər toplusu ilə qarşınızdayıq. Diqqətiniz bizdə olsun. Əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Daha 127 nəfər həbs edildi. Şiraz həbsxanasında məhbus öldürüldü. İran donanması düşmənlərinə yeni acı məğlubiyyətlər yaşatmağa hazırdır. Xamneydən açıqlama. Sepah Hörmüz boğazında 2 gəmiyə atəş açdı. Xətibzadə Azərbaycana təşəkkür etdi. İndi isə daha ətraflı. Şərqi Azərbaycan, Mazəndaran və Kirman əyalətlərində daha 127 nəfər həbs edilib. Bu barədə Sepahın Təhlükəsizlik və Kəşfiyyat bölməsi məlumat yayıb. Saxlanan media fəalları, bəhailər, müxalifət təşkilatları və casusluq qrupları ilə əlaqəli olduqları iddia edilib. Bununla yanaşı həmin şəxslərin xarici hökumətlərlə əlaqəli şəbəkələrlə əlaqəli şəkildə fəaliyyət göstərdikləri bildirilib. Sepahın iddiasına görə həbs edilənlərin bir neçəsi Amerika və İsrail casusluq şəbəkələrinə bağlı olmaqda günahlandırılıb. Onların kimliyi və harda saxlanıldıqları barədə məlumat verilməyib. Yanvar ayı etiraz eylemlərində iştirak etdiyinə görə saxlanan daha bir etirazçı öldürülüb. Bu barədə İnsan Haqları Təşkilatları məlumat yayıb. Məlumata görə Abbas Yavəri adlı etirazçı Şiraz şəhərinin həbsxanasında qətlə yetirilib. Bildirilib ki, Yavəri həbsxanadan naməlum yerə aparılıb və geri qaytarıldıqdan sonra həyatını itirib. Rəsmilər məhbusun intihar etdiyini iddia etsələr də İnsan Haqları Təşkilatları onun işgəncə altında aldığı bədən xəsarətləri nəticəsində həlak olduğunu qeyd edirlər. Sepah, ABŞ, Böyük Britaniya və İsrail ilə əlaqəli olduqları iddia edilən 120-dən çox şəxsi saxlayıb. Saxlanan şəxslər düşmənin hərbi hücumu üçün zəmin hazırlamaqda ittiham olunurlar. Bildirilir ki, İranın şimal-şərqində 7 nəfər həssas obyektlərin koordinatlarını mərkəzlərinə ötürməkdə şübhəli bilinərək saxlanılıb. Bundan əlavə Mazəndaran vilayətində 69 nəfər tutulub. Kerman vilayətində isə 3 casus şəbəkəsi daxil olmaqla daha 51 nəfər həbs edilib. Müharibənin bitməsi, insan tələfatı və iqtisadi zərərin qarşısının alınması üçün ölkənin güclü diplomatiyaya ehtiyacı var. Bunu Zahidan şəhərinin Məkki məscidinin cümə imamı və Bəluçların sünni din xadimi Mövləvi Əbdülhəmid deyib. O, radikalların ölkənin diplomatiyasına təsirinin qarşısının alınmasının da vacibliyini bildirib. Diplomatik aparat ekstremist cərəyanların təsiri altına düşməməli və onlardan qorxmamalıdır. Ölkənin çoxsaylı daxili və xarici problemlərlə üzləşdiyinə diqqət çəkən Əbdülhəmid bunların aradan qaldırılması üçün realist yanaşmaya ehtiyac olduğunu söyləyib. Çıxışının digər hissəsində müharibəyə qarşı olduğunu qeyd edən cümə imamı heç kimin insanların öldürülməsini və ya ölkənin dağılmasını istəmədiyini bildirib və təhlükəsizliyin təmin edilməsini, dialoqun gücləndirilməsinin, ədalət və azadlıq da daxil olmaqla xalqın tələblərinə diqqət yetirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin ölüm hökmünü və müxaliflərin əmlakının müsadirəsini tənqid edərək, bu tədbirlərin ictimai narazılığı artırdığı barədə xəbərdarlıq edərək hökuməti bu cür yanaşmalardan çəkinməyə çağırıb. İran donanması düşmənlərinə yeni acı məğlubiyyətlər yaşatmağa hazırdır. Bu barədə İranın ali rəhbəri Ayətullah Seyid Müctəbə Xamneyinin ordu günü münasibəti ilə təbrikində deyilir. Xamneyinin sözlərinə görə İran ordusu əvvəlki illərdə olduğu kimi bugün də ölkənin torpağını, suverenliyini və bayrağını cəsarətlə müdafiə edir. O, İran ordusunun gücləndirilməsinin vacibliyini vurğulayıb. Xamney əlavə edib ki, yaxın gələcəkdə bu istiqamətdə lazımi addımlar atılacaq. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ prezidenti Donald Trampın Hörmüz boğazındakı vəziyyət və İranın zənginləşdirilmiş uranı ilə bağlı bir sıra iddialarını təkzib edib. Qalibaf bu barədə X platformasında paylaşım edib. ABŞ prezidenti bir saat ərzində 7 iddia irəli sürüb və onların heç biri doğru deyil deyə parlament sədri yazıb. Qalibaf hamını İranın Xarici İşlər Nazirliyinin sözçüsünün son müsahibəsinə diqqət yetirməyə çağırıb. Həmin müsahibədə bildirilib ki, İran Trampın iddiasının əksinə zənginləşdirilmiş uranı heç yerə köçürmək niyyətində deyil. İranın zənginləşdirilmiş uranın ölkə xaricinə çıxarılması ilə bağlı heç bir planı mövcud deyil. Bu sözləri Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai deyib.
İranın zənginləşdirilmiş nüvə materiallarının hansısa bir ölkəyə transferi gündəmdə deyil, deyə Bəqai bildirib. Bəqai əlavə edib ki, bu mövzu ilə bağlı yayılan xəbərlər spekulyativ xarakter daşıyır və rəsmi danışıqların mövzusu kimi təsdiqlənməyib. İran dövlətinin rəsmi mediası bildirib ki, İran və ABŞ arasında növbəti danışıqların İslamabadda keçirilməsi ilə bağlı ehtimalların artması fonunda Pakistanın paytaxtında təhlükəsizlik və nəqliyyat tədbirləri gücləndirilib. Məlumata əsasən İslamabad böyük beynəlxalq tədbirə hazırlaşır. Bu isə dolayısıyla yaxın şərqdəki proseslərlə bağlı danışıqlara ev sahibliyi ehtimalını gücləndirir. İRNA yazıb. Pakistan rəsmiləri bu danışıqların keçiriləcəyini hələ təsdiq və ya təksib etməyib, lakin yerində müşahidələr İslamabadın yaxın şərqdəki hadisələrlə bağlı bir ev tədbirinə ev sahibliyinə hazırlaşdığını göstərir. Rəsmi təsdiqin olmamasına baxmayaraq paytaxtda təhlükəsizlik tədbirlərinin artırılması və hazırlıq vəziyyəti İran-ABŞ danışıqları ilə bağlı pərdəarxası hərəkətlərin göstəricisi kimi qiymətləndirilir. Bu proses isə hələ də qeyri-müəyyən və şəffaflıqdan uzaq şəkildə davam edir. İranla danışıqlarda ABŞ prezidentinin xüsusi nümayəndəsi Steve Witkoff, ABŞ prezidentinin kürəkəni Jared Kushner və ehtimal ki, vitse-prezident James David Vance də iştirak edəcəklər. Bu barədə ABŞ prezidenti Donald Trump ABC-yə verdiyi müsahibəsi zamanı danışıb. Bundan başqa Trump əvvəllər İranla danışıqlar üçün yaxşı perspektivlər gözlədiyini vurğulayaraq razılığa gəlmək üçün çox az fikir ayrılığının qaldığına əminliyini bildirib. Trump hələlik vitse-prezidenti ilə bu barədə danışmadığını deyib. Birləşmiş Ştatların prezidenti Donald Trump Air Force One təyyarəsində jurnalistlərlə söhbətində İranla bağlı danışıqların gedişindən danışaraq bildirib. Təxminən 20 dəqiqə əvvəl nisbətən yaxşı xəbərlər aldıq, amma görünür, yaxın şərqdə İranla bağlı vəziyyət çox yaxşı irəliləyir. O, bu yaxşı xəbərlər barədə əlavə detal vermədən danışıqların davam etdiyini və yaxın günlərdə vəziyyətin daha da aydınlaşacağını qeyd edib. Trump eyni zamanda atəşkəsin taleyi ilə bağlı xəbərdarlıq edərək deyib, bəlkə onu uzatmayacağım, amma blokada qalacaq. Beləliklə, sizdə blokada olacaq və təəssüf ki, yenidən bombaları atmağa başlamalı olacağıq. Razılaşmanın əldə olunması üçün müəyyən edilmiş çərşənbə günü son tarix yaxınlaşdıqca danışıqların uğursuz olacağı təqdirdə toqquşmaların yenidən başlanması ilə bağlı narahatlıqlar artır. Bu vəziyyət isə prosesin kövrəkliyini və hərbi təhdidin hələ də gündəmdə olduğunu göstərir. İran müharibəsi ilə bağlı atəşkəs qüvvədə olsa da, Hürmüz boğazında vəziyyət hələ də normal fəaliyyətə qayıtmayıb. Bu barədə Böyük Britaniyanın Xarici İşlər naziri Yvette Cooper bildirib. O, Tehranı qlobal gəmiçiliyin tam bərpasına imkan yaratmağa çağırıb. Biz kritik diplomatik mərhələdəyik. Artıq atəşkəs mövcuddur, amma hələ də boğazdan normal keçid təmin olunmayıb, deyə Cooper deyib. Nazir qeyd edib ki, atəşkəs davamlı sülhə çevrilməlidir və dünya iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıyan dəniz nəqliyyatının bərpası təcili məsələdir. Bugün Hürmüz boğazını keçməyə çalışan ən azı 2 ticarət gəmisi atəşə tutulub. Bu barədə Reuters məlumat yayıb. Hadisə zamanı gəmilərin nə dərəcədə zərər görməsi və insidentin nəticələri hələlik dəqiq müəyyən edilməyib. Dənizçilik və təhlükəsizlik üzrə 3 mənbə bildirib ki, insident boğazdan keçid zamanı baş verib. Ancaq hücumun kim tərəfindən həyata keçirildiyi və ya hansı şəraitdə baş verdiyi barədə əlavə detallar açıqlanmayıb, araşdırma aparıldığı bildirilib. Xəbərlərimiz davam edir. Azərbaycanla münasibətimiz çox yaxşıdır. Bunu 5-ci Antalya Diplomatiya Forumunda iştirak edən İran İslam Respublikasının Xarici İşlər Nazirinin müavini Səid Xətibzadə jurnalistlərə deyib. Xarici İşlər Nazirliyinin rəhbərinin müavini regionda bir sıra ölkələrin, o cümlədən Azərbaycanın İrana dəstəyini və həmrəyliyini yüksək qiymətləndirdiklərini qeyd edib. Bizim Azərbaycanla çox yaxşı münasibətlərimiz var. İran prezidenti Məsud Pezeşkiyan və Azərbaycan prezidenti İlham Əliyev arasında baş tutan telefon danışığı zamanı bu xoş münasibətlərin davam edəcəyi bir daha təsdiqlənib. O, Azərbaycan xalqına və Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edib. Belə, hörmətli tamaşaçılar, bugünə çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.